Əziz dostlar, sizi Sloveniyadan salamlayıram. Bugün müqəddəs bir yerdəyəm. Müqəddəsdir ona görə ki, Azərbaycan xalqının qəhrəman oğlu, təkcə Azərbaycanın deyil, bir zamanlar üzvü olduğumuz Sovet İttifaqının milli qəhrəmanı, daha çox müharibə tarixinə Mixaylo adı ilə düşmüş milli qəhrəmanımız Mehdi Hüseynzadənin məzarı önündəyəm. Bugün Sloveniyanın Nova Gorica adlanan rayonunda Çepovan kəndindəyəm və Sloveniyada sabah keçəcəyim rəsmi görüşlərdən öncə bir Azərbaycanlı olaraq, Azərbaycan türk olaraq özümə borc bildim ki, bu ucqar bir dağ kəndini ziyarət edim və Azərbaycan xalqının fəxri, Azərbaycanın milli qəhrəmanı Mehdi Hüseynzadənin qəbrini ziyarət edeyim. Qəbri nurla dolsun. Özümlə Bakıdan Azərbaycan bayrağı gətirmişəm. İstəyirəm bu üç rəngli müqəddəs Azərbaycan bayrağını milli qəhrəmanımızın məzarı önündə bir hədiyyə olaraq buraxım. Milli qəhrəmanımızın ruhu şad olsun və bilsin ki, Azərbaycan xalqı onu heç bir zaman unutmuyub. Bugün bizim güclü ordumuz var. Bugün bizim yeni Mehdi Hüseynzadələrimiz yetişir. Bugün bizim Mixaylolarımız yetişir və inşallah işğal altında olan torpaqlarımızı məhz Mixaylolar azad edəcək, məhz mübarizlər azad edəcək. Tanrı Azərbaycanımızı qorusun. Allah Mehdi Hüseynzadəyə rəhmət eləsin.